sualıma cavab ver. Burada nə dedin? Dedin 8 üstə 9 gəlir, edir 17, düzdür. Dedin 7 yazırıq bir yadda. Niyə 7 yazırıq bir yadda? 17 yaza bilmiyorum ben. Ay, sağ ol. Demək biz orada nə edirik? 17-dən nə çıxırıq? 10 çıxırıq, düzdür. 7 yazırıq, bir onluq yadda olur. Bax, bir onluq budur, düzdür. Ben Sonra nə edirik? Gözlə. 6'dan 6 topluyoruz. Eləyir neçə? 12. Bir dənə gəldi neçə eləyəcək? Eləyəcək 13, düzdür. Təzən bir dənə edirik? 13-dən 10 çıxırıq, eləyir 3, bir yadda. Sonra 7 üstə gəl 3, 10. Bir yadda neçə eləyir? 11. Yenə 11-dən 10 çıxıram, bir yazıram, bir yadda. Və bir dənə göstərəm. Aha. Və artıq toplama bir şey qalmır deyə o bir yadda qabağa düşür, düzdür? Göstərəm. Aha. Baxın, Mətin, 2-də də, 8-də də, 16-da da bu üsuldur. Eyni şeydir, bax indi. Gəl 8-lik sayısını toplamaya baxaq. Deyək ki, gəlirəm yazıram bura. Nə yazaq? Yazaq 367 üstə gəl. 456. Bunları 8-likdə toplayaq. 7 ilə 6 topluyoruz 13, 13'dən 8'e çıxırıq deyəsən. Qalır 5. Əksən. 13-dən 8 çıxan neçə eləyir? 5 qalır, bir də yadda. Bir də yadda, super. 6 üstə gəl 5. 11, 8 Bir yadda 12. Düzdür, bir yadda var idi axı. Bir yadda. 12, 11, 12. 12-dən 8 çıxıram. 4. Bir yadda. 3 üstə gəl 4. 7, Bir yadda 8. 8-dən yenə 8 çıxıram. Neçə eləyir? 0. 0 yazıram, bir yadda. Toplama bir şey qalmadı, bir yadda gəlir qabağa. Aydındır? Gəl indi 16-lığı verim, özün elə. Bax indi. Yazıram bura. 9A, F, üstə gəl. 3, C, D. Görüm onu eləyə bilərsən 16-lıqda. F 15'dir. Aha. D 13'də deyəsən. Aha, ay sol. 13, deməli 28. 28-ə neçə çıxacaq? Ay sol. Neçə qalır? 12. 12 nə idi 16-lıq say sistemində? C. Bir yadda. A neçədir? A 10'dur, C 12'dir. Toplayırıq 22. Bir yadda. 23. Çıx 16 neçə eləyir? 4, 3, 7. 7 yazıram. Bir yadda. 9 üstə gəlir 3. 12, bir də yadda 13. 13-dən çıxıram. 13-dən çıxa bilmirəm 16. 13 var. 16-lıq sayısının 13 neçədir? D. Şu. Gördün? Necə rahatdır. Gəl indi bunu ikiliyə tətbiq. Aydın oldu bura qədər mətin. Aydın. İndi gəl bunu ikiliyə tətbiq edək. Yazıram. Görüm eləyə bilərsən ikilikdə. 1 ilə 0, 1'dir. Aha. 1 ilə 1 0 olmalıdır. 1 yadda qalmalıdır. Məncə. Aha. Sonra opsi 1 ilə də 1-də 1 yazırıq. 0 ilə 0-ın da altına məncə 1 yazırıq. Çünki 1 yadda idi. Aha. 1-in altına yenə 1 yazırıq. 1 ilə 1-in də altına 1, qabağında da deyəsən 0. Yox, 10 yazırıq. Oy, bir dəqiqə, hara getdim? Bir dəqiqə yazım mənim. Aha, bir dəqiqə mənə bunu düzəldir. Bu niyə belə oldu? Hə, yaz. 10, 111, 01 olmalıdır məncə. Səhvləmirəmcə. Neçə? 10, 111, 01. 0 üstə 1 gəl neçə eləyir? 1. 1. 1 üstə 1 gəl neçə eləyir? 1, prosta 2-ni yaza bilmirik də 2-li sayısı. 2-li sayısının 2 yox. Deməli 2-dən neçə çıxacaq? 2. 0 yazırıq. 0 yazırıq 1 yadda. 1 üstə gəl 1. 2. 1 yadda 3. 1.
1 yadda 3, 3-dən 2 çıxıram, 1 yazıram, 1 yadda. 0 üstə gəl 0 eləyir, 0, 1 yadda 1. 1 üstə gəl 0, 1. 1 üstə gəl 1, 2. 2-dən 2 çıxıram 0, 1 yadda. Toplamalı bir şey qalmadı deyə, doğru 1. 101, 11, 01. Aydındır? Əhsən. Halal. İndi, bunu artıq özün hesablaya bilərsən? Hesablayaram yəqin ki. Bax, Y 73, üstə gəl, 2, 9, İndi 16-lıqda topla görək. 16-lıqda tapaq, sonra 2-yə çevirək. 15 ilə 3, 18 idi. 16-cı qalır, 1 yadda. 7 ilə 9, deməli 16 eləyir. 16 çıxanda 0 eləyir. Prosta 1 yadda olduğuna görə 1 yazırıq. Orta neçə aldın? Ortam 1. 7, 6, 16, 1 yadda 17, 1 yazıram, 1 yadda. Sonra Y deməli 14 idi deyəsən, səhvləmirəmsə 14 ilə 2, 16 eləyir. 16-dan 16, 0. Yox, 1 yadda. Yazıram da, mənim qabağına da 1 yazır. 112 ilə mənim çalır. Bax, 14, 1 yadda, 14, 2, 16, 1 yadda 17. 17-dən 16 çıxdım, 1 yazıram, 1 yadda da gəlməm. Aldın belə bir şey. 16-lıqda. İndi bunu 2-yə çevir. Necə çevirirdik 2-yə birbaşa 16-lıqdan? 4 ayrı. Yox. 4 2-likdən 16-lığa gələndə idi. 16-lıqdan 2-yə gələndə 1, 2, 4, 8 yazırdıq. Baxırdıq ki, bu məsəl üçün 2-ni buradan necə ala bilərik? 2-yə 1 yazırdım, qalanları 0. Aydındır? 0, 1, 0, 0. 1-i necə alaram? Bir dənə 1 yazaram, 3 dənə 0. Olacaq 1, 0, 0, 0. Bu biçilər də zaten eyni şeydir. Burası qabaqdakı sıfırlar siliblər. Olub 1, 3 dənə 0. Hanı variant? De bu. 1, 3 dənə 0. 1, 3 dənə 0. 1, 0, 0, 1, 0. Aydındır? Əla, əhsən. Sonra 23 artıq məncözün eləyəsən. İkilikdə toplayarsan. Aldın elədir 4-4 bölərsən. 27 nə məncə qalıb? Yox, 27 eləmişəm. Doğrudan, nətər? Belə yazmışdım. 27 mənim üstünə yazılıq 0, 1, 2, rəqəmin üstünə də. Sonra 1 vurulsun n-in kvadratı, üstünə yazsın 6n, bərabərdə opisində eyni şəkildə yazırdıq. N plus 1-in xaricdən kvadratı plus 3n plus. Sonra müxtəsər röva düstur kimi açırsan? Müxtəsər röva açırsan bərabərləmişəm bir-birinə, cavabı 7 almışım. Əhsən. Sonra bu x-ləri elə bilirsən Mətin? Hə, eləmişim var. Tamam. Sonra? 2.5 var mənim biabırçıda. Biri eləməmişəm. Öyrədəcəm. Hamısını öyrədəcəm. Heç yazığın olub? Yaza bilmədiyin hansı olub? İlk 20-yə qədər. 1, 3. 1, 3, sonra? Bir də mənim ifadələr də olar. Necə? 3, 5, 12, düzdür. Bax, Mətin. Bax, burada gözlə bir dənə. 5 sonki üstə gəl, 256 üstə gəl, 128 üstə gəl, 64 üstə gəl, 32 üstə gəl, 16 üstə gəl, 8, 4, 1, 1. Neçə elədir bu? 1022. 1022. Bax, 1022. Deyir, ikili sayı sistemini ifadə edir. Niyə götürüb bunu ikili sayı sistemini 2-yə bölə-bölə gedərsən, düzdür, hesablayarsan. Ya da 5 sonki 209 üstə gəl, 256, 208, 128, 207. 64, 206, 205, 204, 203, 4, 202, 1 ilə 1-ci əmi neçə edir? 2. 2, üstə gəl 201, düzdür? Və nə edirdik? Yadına gəlir, bu onluğa ikiliyə çevirəndə yazırdıq, ən böyük qüvvət 9-dur. 0-dan 9-a qədər yazırdıq. 6, 7, 8, 9. Və qüvvətlərdən hansı varsa 6-nı 1 yazırdıq. 9 var, 8 var, 7 var, 6 var, 5, 4, 3, 2, 1. Bir dənə nə yox idi? 0 yoxdur. Buna da 0 yazır. Cavab oldu C variantı. Bildim mən. 2-ni yazmışam, 3-ü yaza bilməmişim. Bir dənə gözlə, Mətin, bir də gözlə. Yaxşı. Aha. Sonra? Mənim səssiz bağlıdır. Hə, sonra? 3
şeydir. Eyni şey, ay sol. Yenə də bu birdən bu biri toplayırsan 2 eləyəcək. Hə yox, bir yan burada ədəd nə içəcək? 1024 eləyəcək. Yəni bu 1022 eləmir, bunu toplayan 1024 eləyir. Bu da eləyir 210. Mətin, sən çox şübhə dərsi yox idi, mən bir qayda yazdırmışdım. Dəftərini aç bir dənə, o qaydanı yaz. Yaz ki, 2 üstü n ədədinin, yəni 2 üstü 10, 2 üstü 5 fərqi yoxdur. 2 üstü n ədədinin 2 üstü n ədədinin onluq ədədinin, 2 üstü n onluq ədədinin ikilik say sistemində yazılışında ikilik say sistemindəki yazılışında ikilik say sistemindəki yazılışında n qədər 0 olur, n qədər 0 olur, n qədər 0 olur, bir dənə 1 olur. Bir dənə 1 olur. Və yaz ki, o 1 ən əvvələ yazılır. Və o 1 ən əvvələ yazılır. Və o 1 ən əvvələ yazılır. Yazdım mı? Aha. Bu, mən burada 2 üstü n dedim, Mətin. Bu 8 üstü n-ə də aiddir, yəni 8-li say sisteminə də aiddir. 16 üstü n-ə də aiddir. Yəni, məsəl üçün, mən 2 üstü n dedim, 2 üstü n-in ikili say sistemi. Bu 2 üstü ifadədir deyə mən onluqdan 2-liyə və bunların hər biri onluq say sistemindədir. Və hər biri onluq say sistemində. Yəni, onluq say sistemindəki 2 üstü n-i 2-liyə çevirəndə üstü qədər 0 olur, bir dənə 1 olur. 8 üstü n-i onluqdan 8-liyə çevirəndə qüvvət qədər 0 olur, bir dənə 1 olur. 16 üstü n-i onluq say sistemindən 16-lığa keçirəndə qüvvət qədər 0 olur, bir dənə 1 olur. Yəni, bax, buraya yazıram 2 üstü 5. Bunu 2-liyə, 2 saat oturub çevirməyə ehtiyac yoxdur. 8 üstü ifadə, 8 üstü 5. 0, 0, 0, 0, 0, bir dənə 1. Ayso. Məsəl üçün, 16 üstü 4. 4 dənə 0, bir dənə 1. 16-lıqda. 16-lığa aiddir bu, 16-lıqda. Aydındır? Və mən gəlim, belə bir şey yazsam, məsəl üçün 8-likdə yazaq. 3 vur 8 üstü 4. Onluq say sistemindən 8-liyə çevirmək istəyirəm. Bu bilirsən nə demək? Böyle qabağında deyəsən 3 dənə 1 olacaq da? Yox, bir dənə 3. Всё. 4 dənə 0, bir dənə 3. Bu bilirsən nə demək? Yəni 8 üstü 4 nə deməkdir? Yəni 8 vur, üzr istəyirəm. 3 vur 8 üstü 4 bilirsən nə deməkdir? Elə bil ki, qabaqda 3 var, bax. 0, 1, 2, 3, 4. Mən niyə belə yazdım? 3, 4. 3 vur 8 üstü 4 deməkdir. Aydındır? Və onluq ədəddir. 8-dən onluğa çevirsəm, nə edəcəm? 3-ü 8 üstü 4-ə vurmayacam. Və bu deməkdir da. Yəni 3 vur 8 üstü 4, bir dənə 3, 4 dənə 0 deməkdir. Və ya, bura belə bir şey yazıram. Yazıram ki, f vur 16 üstü 3. Qabaqda f olacaq, 3 dənə 0 olacaq, birbaşa. 16-lığa birbaşa çevirə bilərəm. Aydındır? Gör artıq işimiz nə qədər rahatlaşır. Yəni 2 saat bunu oturub, 2 üstü ifadəyə çevir, təzdən tap gör neçə dənə 0 olacaq, ehtiyac yoxdur. 8 üstü 5 qutardı getdi. İndi, burada da bunu onluqda cəmləyəndə 1024 edir. 1024 2 üstü neçədir? 2 üstü 10. 10 dənə 0, bir dənə qutardı getdi. Aydındır? Sonra, de gəlsin. Başqa? Mənim 5, 11-ə can özüm yazmışam, 11-dən sonra vapşə heç bir yazmamışam. Necə? 5-dən 5-ə yazmamışam, 6-dan 11-ə kimi yazmışam, 11-dən sonra vapşə heç bir yazmamışam. 6-dan 11-ə qədər səhvim var? Yazmamışam o. Hə, 5-ə qədər yazmışam, tamam. 6-dan 11-ə qədər yoxdur səhvim. Hə, yazmışsan səhvin yoxdur. Hə, onu deyirəm mən, ayısı ol, əla. Bir dənə, hə, 11-dən sonra yazmamışsan. 11-i yazmışsan bəs? 11-i də yazmamışam deyəsən. 11-i məncə tutarsan söhbəti. Səndə potensial var. Bax,
Verilmiş bərabərlik üçün x və y-in kiçik qiymətini müəyyən edək. Bax, o 2 vurulsun, 2x plus 5 bərabər 4y plus 3. Onu yazılır əvvəlcə. Sonra x-in də y-in də yerinə ədədlər qoyulur. Sonra getdi. Bura 5 qoyarsan, zaten bir dənə söz deyimsə, sən burada, bax burada, 5-i qoymalı deyilsən. Niyə? 5-li sayısını 5 yoxdur. Aydındır? Ha, bildim. Bax, x-in yerinə 5 qoymalısan da. 5-i qoymarsan axı bura. Çünki 5-li sayısını 5 yoxdur. Demək, A variantı getdi. Bax, sonra B-ni qoya bilmərsən. Çünki y-ə 4 verməliyəm. 4-lü sayısının 4 yoxdur. Getdi. Aydındır? D variantı heç olmayacaq. 3, 2. Bura 3 olanmaz axı, 3-lü sayısının 5 yoxdur. Aydındır mı? Anladım. Tutduğun söhbəti nə demək istəyirəm? Bax, bu x-in qiymətidir, bu y-in qiyməti. Mən bura y-də 2 qoyanmaram axı. 2-li sayısının 4-ün 3 yoxdur. Bu da getdi. Bu da olanmaz heç. 4-lü sayısının 5 yoxdur. Cavab çıxdı 5. Sonra getdi. Bildim mən. Məncə 13-ü də eləyə bilərsən. Bunları cəmləyib onluğa çevirəsən. Ha, eləyəcəm mən. 14-ü niyə eləməmsən ki? 14 rahat axı. Ha, elədim. Bax. 0, 1, 2, 0, 1, 2, 0. Onu da elədim, mənim. Hə, bir dənə burada kub alassan, onda kub tənlik ehtiyacı yoxdur. Neyniyəsən? Axırda alassan x kubu, məsəl üçün çıx 2x kvadratı üstə gəl 5x bərabərdir 0, atıram, belə bir şey aldım. Baxarsan x-in yanındakı rəqəm neçədirsə, məsəl üçün 5-dirsə, x-i ondan bir vayı çox götürürsən, cavab olacaq 6. Cavab olacaq 6. Aydındır? Ha, mən bildim. Sonra 15. Hansı say sistemlərində 51 onluq ədədi 3 rəqəmlə qurtarmır? Bunu bir-bir çevirəsən 48-ə, 4-ə, 6-ya, 24-ə, 15-ə. Aydındır? Mən məsəl üçün 51-i 48-ə çevirəndə 51 48-ə bölsəm qalaq elə 3 qalacaq. Deməli, bu ola bilməz. 3 ilə qurtarır. 4-ə bölsəm, 51-in içində 4 neçə dəfədir? 7 dəfəsə, 9, 10, 12 dəfə olsa, 51-in içində 4, 12 dəfə 4, 48. Hə, 51 çıx 48 yenə 4 alınır. 6 da ola bilməz. Çünki 51-i 6-ya böləndə 8-ə 6, 48 elə, bu da 7. 24 da ola bilmir. 51-in içində 24 2 dəfədir, 48 yenə. Amma 15 ola bilər. Çünki 15-i 3-ə vuranda, 4-ə vuranda neçə edir 15-i? 15-i 4-ə vuranda 60 edir, 3-ə vuranda 45 edir. 51-dən 45 çıxanda 6 edir. Görsən, 3 rəqəmdən yox, 6 rəqəmdən qurtaracaq. Aydındır? Sən 11-dən sonraya baxmamısan, yoxsa baxıb eləyəməmsən heç? Baxmamısan. Gördüm, çətin gəlir. Hə, görsən, asan suallardır. Bax, asan sualdır. Deyir, hansı say sistemində ola bilməz? C variantı. 8-likdə 8 yoxdur. 17-də 3x üstə gəl 3x bərabərdir 10x. Hamısını onluğa çevirirsən də, olacaq 3 üstə gəl 3 bərabərdir x-ə, yəni 6x. Cavab olur C variantı. Əlləcəm, əlləcəm. 18-də bax, görüm eləyə bilərsən. Səsim gəlir sənə. Hamısını topluyoruz, mənim 63-ə bərabərdir. Necə? Hamısını topluyoruz, məncə. 63-ə bərabərdir. Qutardı, getdi. Verilmiş ədədlərdən ən böyük ədədi müəyyən elə. Hamısını onlara çevirib müqayisə eləyəsən. Aydındır? Onlara çevirib x-i tapırsan. Onlara çevirib x-i tapırsan. Onlara çevirib x-i tapırsan. Salam mənim. Salam. Buyur, Aysel gəldi. Nətərsən Aysel? Yaxşıyam mənim, sağ olsun, necəsiz? Sağ olun, darıxmışdım sənin üçün. Hə, sən axırıncı hansı dərsə girmişdin Aysel? Necə müəllim? Sən axırıncı hansı dərsdəydin? Elə buradaydıq müəllim, buralardaydım. Hə, buradaydın, əla. İndi biz 2-5-ə baxırıq. Mən yadımdan çıxıb ki, sən videonu atmamışam 2-5-in. Əslində... Mən yazmışam 2-5-ə. Hə, 23. Mətin, nətər eləyərsən 23-ü? Bax, görüm. Hə? Bir dəqiqə mənim fikirləşəm. Bax, yazıb ki, Həsən öz yaşı haqqında aşağıdakı fikirləri söyləyib. Mənim hal-hazırda 52 yaşım var. Bilmirəm Həsənin yaşı neçə say sistemindədir. Və bundan 23 il əvvəl, yəni çıx 23, 25 yaşım olanda, onlara çevirib x-i tapasın. Aydındır? Bildim. Bir dənə hər ikiniz diqqətli olursunuz harada. Mənfi var deyə, bu ortada toplama olacaq. Möhtəziyə almalısınız mütləq. Sonra,
24 bərabərliyə əsasən x-i tapın. Onları çevirib x-i tapasınız, bunu onlara çevirəsiniz. Bunlar rahatdır. Bunlar hamısını mətn ki bildin. 8-lisi toplayarsan. Onlara çevirib x-i tapırsan. İndi 27. Deyir, bir riyaziyyatçı öz haqqında aşağıdakı fikirləri söylüyor. Mənim 54 yaşında orta yaşlı kişi idim. Və düz 2 ildən sonra, bax 54x üstəgəl 2x. Bilmirəm hansı say sistemidir. Bu, nə oldu buna? Bakının mərkəzində biabırçılıq, internet günü yoxa çıxır. Aha, deyir, 54 yaşında orta yaşlı kişi idim və düz 2 ildən sonra 100 yaşım olacaqdı. Yəni, 54x üstəgəl 2x bərabərdir 100x. Və sevdiyim qız məndən 15 yaş balaca idi və onun 35 yaşı var idi. Bu riyaziyyatçı yaşını hansı say sistemini ifadə etdiyini müəyyən edin. Yoldaşlar, burada bunu boş verin. Bu ikinci hissə lazım deyilsə. Bizə əsas hala lazımdır, bax, bura lazımdır. Burada da onlara çevirib x-i tapasınız. Sonra 28 rahatdır, 29. Aysel, bunu necə eləmişsən 29-u? Dedin, yazmışam. Bəli, müəllim. Burada nə eləmişəm? 32-ni yazmışam 2 üstü 5 kimi. Daha sonra üstündə də 3 var axı. Ona görə yazmışam ki, 2 üstü 15 kimi. 2 üstü 15 kimi yazandan sonra onu 2 üstü 3-ün qüvvəti kimi yazdım. Niyə? Səbəb? Çünki müəllim, 8-in üstü demək olacaq 5, o da olacaq bir yanda 5 dənə 0. Elə bir qayda var idi, ona görə yazmışam. Bax, Mətin,
Bayaq sən dedim qayda var idi. Dedim 2 üstü n, ikiliyə çevirəndə bir dənə 1, 5 dənə 0 olur. 8 üstü n-i 8-liyə çevirəndə qüvvət qədər 0, 1-dən 1 olur. Bax, bu qaydadır. Burada deyir, onluq say sistemi verilmiş 32 üstü 3 ədədin 8-li say sistemini ifadə edin. Mən 32 üstü 3-ü təzədən 32-ni 3 dəfə bir-birinə vurub 8-ə bölməkdənsə 32-ni 2 üstü 5 yazaram. Burada da 3 var, eləyir 2 üstü 15. Və sonra bunu nə edirəm mətin? Nəyə çevirərəm? 8 üstü ifadəyə. Düzdürmü? 2 üstü 15 necə çevirərəm 8 üstü ifadəyə mətin? Üstü 3-ə bölərikdə. Ayşə, bu neçə eləyər? 2 üstü 3, burada da 5. Düzdür? Bu da eləyər 8 üstü 5. İndi sən mənə deyən görüm, bunu 8-liyə çevirsək nə alacaq? 5 dənə 0, qabağında 1. Aydındır. Bu artıq qalır sənin özünə. 8 üstü 9-u 16-lıqdan 16-lığa çevirəsən. Birinci 2 üstü ifadəyə çevirəsən, eləcə 2 üstü 18. Sonra da onu 2 üstü 4 ilə yazarsan. 2 üstü 18-i 2 üstü 4 kimi yazmağımız üçün 4-ü nəyə vursam 2 üstü 18-ə yaxın rəqəm eləyər, 4-ə vursam. Eləyər 2 üstü 16. Bax, indi 4-ü 4-dən vururam 16 eləyir. Burada 18 var. Qıraqda qaldı 2 üstü 2. Bunu yazırıq, vur 2 üstü 2. Yəni 16 üstü 4, vur 4. Bayaq sənə dediyim var idi ha. Mən burada f vur 16-ın kubu yazsam nə baş verəcək? F yanında 3 dənə 0 olacaq. Düzdür? İndi burada neçə olacaq? 4 dənə 0 olacaq da mən. 4, yanında da neçə dənə 0? 4 dənə yox. 4 dənə eləyəcək. Hə, 16 üstü 4 dənə. Deyək, burada niyə cavab belə çıxdı? Bunu mən səhv yazmışam. Burada 8 üstü 9, 227 eləyir. Hə, 227 eləyir. Gözləyim, onları sileyim. Mən yanlış yazmışam. 2 üstü 3, 9 burada 227. 227-ni də 2 üstü 3 kimi yazsaq, yox, 2 üstü 4 kimi, 16-lıq deyir. 4-ü nəyə vursam, 5-ə vursam, 6-ya vursam, 7-yə vursam, 6-ya vursam. Eləcə 2 üstü 24. 2 üstü 27-dən 2 üstü 24 qalır, 2 üstü 3. Hə, belə qalır. Yəni 16 üstü 6, vur 8. Bu da eləcək 8, yanında 6 dənə 0. Aydındır mətin? Mənim bildim. 31 sənə qalır. 32 sənə qalır. 33. 33 eynisidir. Bunu dedin yazmışsan. Bunlar rahatdır. Bunlar rahatdır. Sonra görək. 205-də başqa nə var? Verilmiş ikili say sistemi ifadə olan ədədlər arasında ən böyük və ən kiçik. Hamısını onlara çevirib müqayisə edirsiniz. Gəl buna baxaq. 39-a. Biraz çətin kimi görünür, amma çətin deyil. Ayşə, bunu yazmışsan? Yazmışım. Bax, Mətin. Eyni şeydir. Bayaq necə ki 2 istifadəyə çevirirdim. Sonra 8-likdə istəyirsə 8-ə gətirirdim. 16-lıq istəyirsə 16-ya. Burada da eyni şeydir. Bax, bunu mənə deyir ki, 16-lıq say sistemini ifadə edin. Atıram bura. 16-lıqda yazmaq istəyirəm. Yazıb ki, 8 üstü 5 üstə gəl. Gəlin bunu birbaşa yazaq da. 8 üstü 5-i 2 istifadəyə gətirməyim üçün 8 üstü 5 neçə olacaq? Olacaq 2-nin kubu, burada 5. Bu deyəcək 2 üstü 15. Düzdürmü? İndi 2 üstü 15... Mənim 62-ni bəs? Hə, bunu biləsən, düzdür bu ikisini? Hə, bildim Allah. Bunları çevirəsən, gəlin mən bir dənə sürətli çevirim. 2 üstü 4 olsa, eləyəcək 4 dəfə, eləyəcək 16 üstü 4. 16 üstü 4 vur, 2 üstü 0. Yəni 1 eləyir də deyəsən. 2 üstü 1, bir dəqiqə baxın. 14, yox, 16 üstü 4 yox, 16 üstü 3, üzr istəyirəm. 16 üstü 3, o da eləyir 12, 2 üstü 3 qalır, yəni 8. 8 vur 16-nın kubu, səhv etməsi belə qalmalıdır. 32 üstü 2 eləyəcək 2 üstü 5, 2 üstü 10. Bununla 16 kimi yazsaq 2 üstü 4, 2 üstü 4. 2-yə vursaq eləyəcək 8. Yəni 16-nın kvadratı vur 2 üstü 2, yəni 4. Bu qalır. 62-ni də 16-lığa çevirirsən. Adi dədə-baba qaydası ilə. 62-ni 6-ya çevirəndə neçə eləyəcək? 62 bölü 16. İçində 3 dəfədir, eləyir 48. Qaldı neçə? 14. Yəni Y. Aldım 3Y. Bax, indi axırda da bu qaldı. İndi nə eləyəsən mətin? Burada 3Y yazıram. 3Y'dir bu, axırıncı 62. 8 üstü 5-i aldıq. 8 vur 16-nın kubu. Üstə gəl. 32 üstü 2-ni aldıq. 4 vur 16-nın kvadratı. Üstə gəl 3Y. İndi
Mətin, bizim ən böyük qüvvətimiz neçədir? 3. Yazıram 0, 1, 2, 3. 3-ün altını nə yazacağam? Yazdım 8. 2-nin altını nə yazacağım? Yazdım 4. Qıraqda 1 ilə 0 qaldı, bu da olacaq 3 ilə y. Всё, 8, 4, 3. Aydındır? Ha, müəllim, bildim. Bax, bu 62-ni çevirdin 16-lığı 3-yə aldı. Bu 0-cı olur həmişə yadda saxla. Bu da 1 olur. Çünki bundan əvvəl başqa qüvvətlər də ola bilər. Amma sən bunu həmişə axıra yazarsan. 0, 1-ə, 3-yə. Yəni, 40-ı sən özün yazarsan. Sonra 41. 41 də maraqlıdır. Bunu necə yazmışsan Aysilə 41-i? Müəllim, bu tiplərdə 1024 üstəgəl 1-in mütərizə kvadratı kimi yanaşırıq. Çünki 1024 özü 210-dur. Düzdür. Bəli. Bax. Mətin, sən də bil. 1025-in kvadratını sən normalda götürərsən 1025-i 1025-ə bölərsən. Sonra 16-ya bölə-bölə gedərsən. Bu qədər çətinliyə ehtiyac yoxdur. 1025-in kvadratını yazarsan 1024 plus 1-in kvadratı. Yəni 210 plus 1. Bir dəqiqə. Düzdürmü? 210 plus 1-in kvadratı. Sonra bunu müxtəsər olma düstur kimi açaram. Birincinin kvadratı, yəni 210-u vuracam 2-yə. Eləcə 211, üstə gəl. 2AB, yəni 2 vur, 210 vur 1, o deyir neçə? 211. Müəllim, orada 220 yazmalıydınız birinci. Harada, mən nə yazdım ki? 221 yazmışam, hə, 220. Aha, 220, üstə gəl 211, üstə gəl 1-in kvadratı 1. Bunu belə yazdıq. Bizə neçəlikdə istəyir? 16-lıqda. İndi bunların hər birini 16 üst ifadəyə gətirməliyəm. 220 eləcək 2 üstü 4, üstü 5. Yəni 16 üstü 5. 2 üstü 11. 2 üstü 4 kimi yazsaq, burada olacaq 2, 4, 8 eləyir. Vurulsa neçə? 2 üstü 3. Çünki 11-dən 8 çıxanda 3 qalır. Bu da elə 16-ın kvadratı vur 8. Bu da elə 1-dir. Yəni 16 üstü 5, üstə gəl 16-nın kvadratı, yəni 8 vur 16-nın kvadratı, üstə gəl 1. Bax, indi bunu ən böyük qüvvətin 5-dirsə yazıram. 0, 1, 2, 3, 4, 5. 5-in qabağında heç nə yoxdur, 1 yazıram. 2-nin yanında 8 var deyə 8 yazıram. Buna nə oldu? Ha. Bu da ən axırıncı 1, qalanlarda 0. Gördün, yenə Mətin, bu 1-i ən axıra yazdım. Oldu 100, 801 B variantı. Aydındır Mətin? Ha, bildim mən. 42 sənə qalır, 43 sənə qalır, 44. Cüt ədədlər müəyyən et. Onları çevirib tapa bilərsən və ya necə eləyə bilər Yasir? İkinci sulu bilirsən sən? Müəllim, belə bir şey var idi. Əgər əsas cütdürsə, sonu əgər cütlə bitirsə cütdür, amma əsaslar təkdirsə, rəqəmləri cəmi cütdürsə deməli cütdür. Təkcə deyil. Bax, Mətin. İndeksi 2-dir, ikili say sistemidir. Sonu 0 ilə bitirsə cütdür, 1 ilə bitirsə təkdir. Yəni, əgər indeks say sisteminin əsası cüt ədəddirsə, sonu cüt ədədlə bitənə cüt olur, təklə bitənə tək. Yəni, onluq say sistemində kimi olur. Yox, əgər indeksi təkdirsə, əgər rəqəmlərin cəmi cütdürsə cüt olur, təkdirsə tək olur. Kəskin mənim bildim. Bunlar qalır sənə, bunlar hamısı adi keçidlərdir. Ən böyük ədədi müəyyən edin. Bunlar hamısı sadə misallardır. Bunlar artıq özün yazarsan. Hə, gəlin bir daha buna baxaq. Bir daha bunu sizə izah edeyim. Görək bunu Aysel bilirmi? Aysel, əslində Aysel yox, hər ikinci aiddir. İkinci də bunu mən ilk anlaşılma dərsində demişdim. Deyir ki, İkili say sistemində ən böyük 17 rəqəmli ədədi 16-lıq say sisteminə çevirdikdə alınan ədəddə olan eyni sistem olan sayını tapın. Mənə siz deyin görün. N bitlə kodlaşdırılan ən böyük natural ədəd hansıdır? N-1. Necə? N-1. Ən böyük soruşan nə idi? 2 üstə N-1 idi. Düzdür? Ən kiçik soruşanda 2 üstə N qüvvətə çıx 1 idi. İndi, bizə yazıb ki, bu özdə, burada 2 üstü yazmışam deyə, bu ancaq ikili say sisteminə aiddir. 8 üstü yazsam, bu nə olacaq? 8-likdə kodlaşdırılan ən böyük natural ədəd. 16-lıq desəm, 16-lıqdakı ən böyük natural ədəd. Aydındır? Yəni, bu təkcə 2 yazırıq deyə, bu demək deyil ancaq 2 olmalıdır hər yerdə.
8-lik say sistemində 8 olur, 16-lıqda da 16 üstü n olacaq. İndi mənə deyəndə ki, ikilik say sistemində ən böyük 17 rəqəmli ədəd. Deməli, bu nə olacaq? 2 üstü 17 çıx 1. Aydındır? Və ya ikilik say sistemində ən böyük 17 rəqəmli ədəd desə, 17 dənə nə olacaq? 17 dənə 1 mənim. 17 dənə 1. Yəni, bu misalın iki həlli var, yoldaşlar. Ya belə həll edirəm, ya indiki üsulla. Və indi ikinci üsulu deyim, sonra buna qayıdacaq. Mənə deyir ki, ikilik say sistemində ən böyük 17 rəqəmli ədəd. 17 dənə 1. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. Hə, bunu tapdıq ən böyük 17 rəqəmlədir, 17 dənə 1. Deyir, 16-lıq say sisteminə çevir. Mətni neyəcəm? 4-4 ayıracam, düzdür? 4-4 ayıracam. Hə, bunu bildiniz. Bax, elədi F, 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 1. Bu birinci sul. İkinci sul. Mən zaten bilirəm ki, ikilik say sistemində ən böyük 17 rəqəmlədir, 17 dənə 1-dir. Düzdür? Yəni 17 dənə rəqəm var və hərəsi 1 bitdir. 16-lığa keçəndə 4-4 ayıramsa, 17 bölərəm 4-ə, 4 dəfə 4 eləyər neçə? 16. Qalır 1. Deməli 4 dənə tam hissə olacaq, F-lər olacaq. Bir dənə qabaqda nə qalacaq artıq? 1 qalacaq. Bu deyil. Məsələn, 8-likdə desə 8-ə bölərdim. 32-lik desəydi 5-ə böləcəkdim. Aydındır mı? İkinci sul budur. Üçüncü sul nədir? Əgər çox böyük rəqəm versə, məsəl üçün, ikilik say sistemində 128 rəqəmli ədəd. Onu yeni 128-i böləcəkdik 4-ə 3-ə, fərq yox. Ya da belə edirik. Yazırıq 217 çıx 1. Bu mənim ikilik say sistemində ən böyük 17 rəqəmli ədədimin ifadəsidir. Sonra bunu 16-lıq say sistemində gətirərəm. Üzr istəyirəm, 16-lıq ifadə kimi yazaram. 2 üstü 17-ni yazaram 2 üstü 4, üstü 4. Bu da eləyər 16 üstü 4, çıx 1. Yox, üzr istəyirəm, burada 2-də qaldı axı. Böyləcə 2 üstü 16, vur 2, 2 üstü 1, vur, çıx 1. Yəni, 16 üstü 4, vur 2, çıx 1. Aydındır, bu formada yazaram. Və bayaqki sonla həll edərəm. Yəni, bu ifadəni bir sıf həll edərəm. Yəni, 2 üsul var, ya elə, ya belə. Dediyim kimi hesablaya bilərsiniz. Sonra, bu da qalır sizə. Deyir, 16-lıq say sistemi verilmiş ən böyük 25 rəqəmli ədədi ikilik say sistemində çevirin. Bir dəqiqə. Bir dəqiqə, üzr istəyirəm. Bizə nə deyirdi burada? İkilik say sistemində ən böyük 17 rəqəmli ədəd. Düz yazmış. Başqa heç nə yazmamış. Burada da 16-lıq say sistemi verilmiş ən böyük 25 rəqəmli ədəd. 16-lıq say sistemi ən böyük 25 rəqəmli ədəd 25 dənə ifadədir. Yəni 25 dənə F-dir. Deyir, bunu 8-liyə çevir. Mən nə bilirəm? Bilirəm ki, 16-lıqda bir dənə rəqəm 4 bitdir. Bunu 2-liyə çevirərəm, bayaqki üsulla birinci. Sonra buradan da nəyə çevirərəm? 8-liyə çevirərəm. Məndə 25 rəqəmli ədəd deyirsə, 25-i neçə vuraram? Aysel, 2-liyə çevirmək üçün. Mənim 4-ə. Aysel, neçə dənə 0-1 eləyəcək? 100 dənə. Düzdür? Yəni 16-lıq say sistemindəki 25 rəqəmli ədəd, ikilik say sistemindəki 100 dənə rəqəm eləyir. Və mənə ən böyük deyirsə, deməli 100 dənə nə olacaq? Mətin. 100 dənə 1 olacaq. Aydındır? İndi mənə deyir ki, Mətin, bunu 8-liyə çevir. Səncə nə edərəm? 3-ü çağırarım. Yəni, birbaşa 100-ü nəyə bölərəm? 3-ə. Bu deyəcək 33 dəfə, yəni 99 dənə nə olacaq bizdə? 3 dənə 1 olacaq. 3 dənə 1-in kodda 7 idi. Deməli, 99 dənə 7 olacaq. Axırda bir dənə 1 artıq qalacaq. Deməli, neçə rəqəmlə ədəd eləyəcək? 100. 100 yox. 33 dənə 7, bir dənə 1. Hə, 34 mənim 34. 99 dənə 4. Aydındır. Eləcək 34 rəqəmlə. Aydındır. Əla. Bunlar sənə qalır. 74 də yaza bilərsən. Bunlar yadınızdadır, bunları izah eləmişdim mən sizə ilk anlayışlarda. Kodlarını tapmağı. Bu asandır. İndi yaxşı Mətin, bunu səhə verim görüm eləyə bilərsən. Aysel deyir yazmışam bunların hamısını. 77-ni yaz görüm. Aysel rəqəm dəqiq yanında deyilsə cavabı sən də yazmağa çalış. Onsuz yadımda deyil mənim cavablar. Hə, yaz görüm onda.
qalacaq sizə. Siz hazırlayırsınız da bilirəm. Yəni individual müəllimlərlə 2 müəllimlik hazırlamağa imkanınız var. Salam Mətanət müəllimə, şad oldum. Siz əyani istəyirsiniz onlayn. Nə yaxşı internetimiz gəldi axırı ki. Biraz sürətimiz neçədir? Aha. Mənim cavab təsadüfən 4-dür. C-var. Bilmirəm, düzün desəm. Əzbər. Aysellə yazsın görək. Mən 4 almışam. Sən də 4 ay aldın? Bəli, bəli. Tamam. Sən də 4 almışsın. Baxaq. Mənim bayaq qayda yazır. Dediniz, üstündəki qüvvət qədər 0 olur. Aha. Qabaqdakı rəqəmdə qabağa yazılır. Dedə o 4-də qabağa yazılır. 435-i 2 istifadəyə gətirsəm, olacaq 2 üstü 16 istifadəyə peyğəm. Yəni 2-yə gətirək birinci. 270 edir. 270-i də 2 istifadə kimi 60 nədir? 16-ya vursaq, 17-yə vursaq neçə eləyir? 70 17-yə vuranda 8 bir yadda neçə eləyir? Çox eləyir. 217, 60. 6-ya vurur. 64 elədi. Bu deyəcək 216, 64, eləcək 264. Bu da qalır 202, yəni 4. Yəni 16 üstə 6 vur 4 qalır, düzdür? Bizə nə istəyir? 16-lıq say sistemində təsvirin hansı rəqəmdən başladığını müəyyən edin. Neçə ilə başlayacaq? 4 ilə. Üçün 4 yanında 16 ilə 0. Cavab olur C. Hər ikiniz C yazdınız? 4 yazmışam, bəli. Bunlar hamısı mətin qalır sənin özünə. 84 şərti biraz qəliz görünsə də çətin misaldır, çox rahat misaldır. Baxın 84-ə. Deyir ki, verilmiş say sisteminin rəqəmləri olarsa, bu say sistemində A və C rəqəminin hasili onluq say sistemini ifadə edin. Baxın, 8-də bu rəqəmləri verir, onluqda deyir tap. İndi yoldaşlar, 8-ci say sistemi bazı rəqəmlər hansı vardır? 0, 1, 2, 3. A olacaq 4, B olacaq 5, C olacaq 6, D olacaq 7. A ilə C-nin cəmini istəyir. 4 üstə gəl 6, neçə eləyir? 10. Ana senin hasil. Vur 6. Beraber 24. 86'da yazıb bu say sisteminin ilk simvolu 15. Bu say sistemində ilk 15 simvol bu olarsa, bu mövqedə say sistemin əsası müəyyən. Bax mətin. Say sisteminizin bazı rəqəmlərini belə verir. Deyir, bu mövqedə say sistemin əsası müəyyən edin. Bizdə fikir verir bir dənə. 0, 1, 2, 3, A, B, C, D, Y. Sonra başlayıb 1, 0, 1, 1, 1, 2, 1, 3, 1, A, 1. Deməli, bizim say sistemi bazı rəqəmlər bura qədər gedir. Bax, 4-dür, 5-dir, 6-dır, 7-dir, 8-dir. Sonra cütləşməyə başlayıb. 1, 0, 1, 1, 1, 2, 1, 3. Sonra nə olacaq? 1, 4, 1, 4. Sonra da 1, 5. Deməli, bu say sisteminin bazı rəqəmlər hara qədərmiş? 8-ə qədər. 0-dan 8-ə qədər. Deməli, neçə say sistemidir? 9 say sistemi. Aydın da? İndi səsiyyətin səndən görüm. A variantı olmalıdır. A? Diqqətlə bax, nə A variantı? Diqqətlə bax. ABCD rəqəmlə əvəz elə də. 0, 1, 2, 3. Y variantı.
Diqqətlə bax, Mətin. D-də qutarır bazı rəqəmləri. D-də qutarır. D yox, Y dedim müəllim. Yox, bazı rəqəm sıfırdan başlayıb D-yə qədər. Və sən rəqəmlər davam elətdir də. 2, 3, 4. D variantı müəllim, C. Tələsirsən. C-də də D-də qutarır da müəllim. Bax. 0, 1, 2, 3, 4, 5. Düzdürmü? Sonra nə baş verəcək? 1, 0. 1, 1. 1, A. C-də də elət də. Hə? C-də də elət də. Bizdən ilk 10 dənəni istəyir axı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Budur cavab. Burada 0, 1, 2, 3, 4, 5, 6, 7, 8... Burada sən 1, 0 yazmalısan axı. 1, A yox. Birinci sıfırdan başlayır. 1, 0. Sonra bunu qoyursan. 1, 1. Sonra olur 1, A. Aydındır? Bildim müəllim. Ayşə, sən aydındır? Bəli, müəllim, aydındır. Aha. 88-də. Yazıb verilmiş cəmin hesablandığı say sisteminin əsası müəyyən et. Bizə bir cəm verib. Deyir, bunun əsasını tap. Bundan iki tip sual düşür. Ya deyir, say sistemin əsasını tap. Bir də 90-cı sualdakı kimi görəsiniz. Deyəcək ki, sual şərələrini yerindəki rəqəmləri tap. Burada biz nə bilirik? Bax, məsəl üçün, bura belə bir şey yazaq. 762 üstə gəl 643. Müəllim, onluqdur da deyəsən. Yox, səbir ol, gözlə, qaçma. Bax, burada 5, Mətin, bura 7 yazılıbsa, bu nə deməkdir? Yox, bir dəqiqə, belə bir şey yazıram, bir dəqiqə. Hə, 7 yox. Bu rəqəm böyüdək daha, bir dəqiqə. Bu 2 olmasın, 6, bu olsun 9, hə, bura olsun 7, ayrısı ol. İndi mənə denən görüm, sual şərəsinin yerinə mən nə yazmalıyam? Bu onluq say sistemindədir. 8. Neçə? 8. Niyə 8 yazdın? 8, 17 deyir cəmi, 7-ni yazdım. Sən bilirsən nə elədin? Sən belə elədin, bax. Yazdın 9 üstə gəl x. Bunu bilmirsən axı nə, düzdür? Və say sistemi bilirsən ki, neçəli say sistemidir bu? Onluqdur, düzdür? Çıx 10, bərabərdir 7. Sən bu dəqiqə bunu elədin əslində, xəbərin olmadan. Sən düşündün ki, 9-un senəsə gəlib 7 alıb, deməli 1 yadda olub. Deməli 9-un senə gəlsən 17 eləyər, 7 yazan 1 yadda, 8 gəlsən. Buradan x-i tapsaq neçə eləyər? 9 çıx 10 eləyir mənfi 1, mənfi 1 bura keçəndə olacaq 8. Düzdür? Sən belə tapdın da əslində, düzdür Mətin? Hə, müəllim. Deməli, sən neynədin? Bunun üstünə x yadın, 10 çıxdın. İndi bizdə bu misalda məndə 5... Sual dərəsinin yerinə 9 yazılmalı. Fikir versən, mənim cəmim buradakı rəqəmdən böyük, balaca. Deməli, bunun dərsə gəlib üstünə. Bu onluq say sisteminə deyil, ha. Deməli, məndə bu da məhsuldur. Say sistemində məhsuldur. Deməli, 5 üstə gəl x, çıx y. Bilmirəm hansı say sistemidir. Bərabər 4. Məndə 2 məhsul varsa, bu dəqiqə onu tapanmaram. Deməli, mən elə bir hissəyə gəlməliyəm ki, burada. Mənə bu x aydın olsun. O da bilsən hardadır? Bax, burada. Deyə bilərsən ki, müəllim, və burada da açıq daxı. Gəlin hesablayaq. 4-ün üstə 2 gəlin neçə eləyir, Mətin? 6. 1 yadda neçə eləyir? 7. Mən yenə bilirəm hansı say sistemidir bu. Amma mən nəyi bilirəm? Burada 6 ilə 6-ını toplayıb, 6 üstə gəl 6 neçə eləyir? 12. 1 də yadda 13. 1 də yadda 13. Amma say sistemi bilmirəm. Yazaram, çıx x, üstə gəl 1. Bərabər nəyə? Bərabər nəyə? 3-ə. İndi 6 üstə gəl 6 neçə eləyir? Eləyir. Yox, bir dəqiqə. Mən burada üstünə 1 niyə gəlirəm? Bir də səbir ol. Mənim üstə 1 gəlməyə ehtiyac yox. 1 gəlməyə ehtiyac yoxdur. Mən niyə 1 gəlirəm ki? Burada zaten 3 var. 6 üstə gəl 6, çıx x. Bərabərdir 3-ə. Mən üstünə 1 gəlməli deyildim. 6 ilə 6-ın cəmi neçə eləyir? 6 ilə 6-ın cəmi eləyir 12. 12 çıx x bərabərdir 3-ə. X bərabər nəyə? Deməli, bura keçəndə olacaq 9, 9-a. Aydındır. Bax, burada 4 ilə 2 cəmi 6 eləmişdi, 1 yadda 7 eləmişdi. Burada yenə neçə tapamayacaqdım. Burada da tapa biləm sual işarəsini. Fikir ver. Buna bax. Zaten burada yadda heç nə qalmayıb.
Nəyin üstünə 1 gəlsin 8 eləyər Mətin? 7-nin. Buna tapıram. Yenə bilirəm hansı say sistemidir. Amma buradan say sistemini tapa bilirəm. 6 ilə 6-ın cəmi eləyir 12. Deməli, bu 12-dən nəsə çıxıb ki, bizə neçə qalıb? 3 qalıb. 12-dən nə çıxa bilər bu ancaq? 9 çıxa bilər, düzdür? İkisi də tapdım 9. Deməli, 9. Bildim mən. Bundan rahatdır. Bayını 90-cı sualda çox rahat formada tapacağıq. Say sistemini verib, deyək, sual şərəsinin yerinə olan şeyləri tap. Naz bunu tapdım 7-dir. 7 üstə gəlir 8 edir. Eyni misaldır bu. Burada indi 8-lik say sistemindədirsə, 9-luq say sistemindədirsə, özür istəyirəm. 5 üstə gəl x, çıx 9 say sistemi. Bərabər nəyə? 4-ə. Şu, x bərabərdir 8-ə. Deməli, bu 8 imiş. İndi burada 6 ilə 6-ın cəmlədə elədi 12. 12-dən 9 çıxdı, qaldı 3, 1 yadda. İndi 3-ün üstəyə nəsə gəlir, 3 alıb və 1 də yaddadır. Bax indi, 3 üstə gəl x, bax bu ikisi. 1 yadda, üstə gəl 1, çıx 9. Sayısının əsasını çıxıram. Alıb 3. İndi x nəyə bərabər olar? 4, 4-dən 9 çıxanda eləyəcək -5, -5 bura keçəndə müsbət 3, 3 üstə gəl 5, 8. Deməli, bu da 8 imiş. Bax, 8 üstə gəl 3 eləyir 11, 1 yadda 12. 12-dən 9 çıxanda da eləyir 3. Aydındır? İndi mənə deyir ki, sual işarələrinin yerinə duran ədədlərin cəmini 10-luqda tap. 7 üstə gəl 8 üstə gəl 7. Eləyir 16 üstə gəl 7, 23. Burada deyir, 7-lik say sistemində 400 ədədindən əvvəl və sonra gələn ədədlər hansılar? Hər ikisini 400-ü 7-likdən 10-luğa çevirəsən, Mətin. Əvvəl və sonra gələn rəqəmləri tapıb, təzən 7-liyə çevirəsən 10-luqdan. Aydındır? Bildim. 93-də deyir ki, ikili say sisteminin ən kiçik 10 rəqəmli ədədin üzərinə ikili say sistemindəki ən kiçik 10 rəqəmli ədəd nədir? 9 dənə 0, 1 dənə 1. Düzdür? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Budur. İkili say sisteminin ən kiçik 10 rəqəmli ədəd budur. 8-lik say sistemindən kiçik 3 rəqəmli ədəd 1, rəqəmləri fərqli. 102 102. Bu ikilikdədir. 102 8-likdədir. 10-luq say sistemini ifadə edəcək. Bunu da ikiliyə çevirəsən. İkiliyə çevirəndə nə olacaq? Bax, 102 buradadır. 8-likdə. Olacaq 1, 0, 0, 1, 0, 3 dənə 0, 1-in də kodu 1, qabağında 3 dənə 0. Bunu nəyin istəyir bizdən? Onun səsini ifadə edəcək, amma cəmini. Bunlar cəmini tapıb 10-luğa çevirsən. Bunlar rahatdır. Bu da rahatdır. Bunlar hamısı rahatdır. 16 sayısından bu da rahatdır. Hə, bir dənə bunu deyim sizə, yoldaşlar. Burada 3 dənə qayda var. Deyir, 10-luq say sistemindən bu şərti ödəyən 10-luq say sistemindən bu şərti ödəyən neçə natural ədəd var? 8-likdə. Riyaziyyatdır mənim. Bəli, riyaziyyatdır. Hər ikisi 8-likdədir. Hər ikisini 10-luğa çevirirsən. Bunu 10-luğa çevirəndə alassan 15. Bunu 10-luğa çevirəndə alassan, deməli, 56 üstə gəl 6, 62. İndi, deyir, bu aralıqda neçə natural ədəd var? İkiniz də diqqətlə qulaq asın. Mətin, sən də əsas qulaq as, indi Aysel yəqin bunu eləyir. Əgər səndə hər ikisi adi kiçikdir, böyükdürsə yazılıbsa, o zaman nə edirsən? 62-dən 15 çıxırsan, aldığın ədəddən də 1 çıxırsan. 62-dən 15 çıxanda eləyir neçə? 47 ilə, 47 ilə əvvəldə deyəsən, hə? Baxın bir dənə. 47 də ama. 47. Üstünə, ondan 47-dən də 1 çıxırsan. Neçə eləyir? 46. Cavab olur B. Yox, əgər biri adi kiçikdir, biri kiçik bərabərdə olsa, aldığın 47-nin özü olur cavab. Yox, əgər hər ikisi kiçik bərabərdə, kiçik böyük bərabər, ondan üstünə 1 gəlsin, 48. Təzdən deyirəm. Hər ikisi adi, bərabərdir olmadan, kiçik böyükdürsə 1 çıxırsa, bir dənə kiçik, bir dənə bərabərdir varsa özü qalır, fərqin. Yox, hər ikisinə bərabərdir varsa üstünə 1 gəlsin. Aydındır? Bildim mən. Zaten bundan sonrakilərin hamısı da eyni şeydir. İndi bunlar silin. Ayşə, sən 2 altını yazmamısan, hə? Xeyr, mən yazmamışam. Tamam, bəlkə ona 2 altını verim.
Da bunları bildiniz. Bəli, bəli. Yazarım. Mətin, Aysel, ikinci də aiddir. Artıq say sistemi gələn dərs bitiririk. 2.6-nı evə verirəm, izahlarını göndərəcəm. 2.6-nın izahını çəkmişəm. Burada bəzi testlər var ki, bilirəm ki, eləyə bilməyəcəksiniz. Amma izahını atandan sonra başa düşərsiniz. 2.6 neçədə nədir? Baxın, görün biləm, hə? Mən biləm, 80 neçədən olmalıydı. $82 dənədir. Heç nə. Gələn dərsə qədər 2.6-nın hamısını yazırsınız. Hətta çatdırsanız 2.7-dən də yazın. Yaxşı, açıq suallardır 2.7. Nə qədər çatdırsanız 2.7-dən də yazın. Hamısının izahına baxacaq. Videosunu göndərəcəm. 2.6-nın test izahlarını, yenə bəzi testlər var ki, eləyə bilməyəcəksiniz. Nəsə sualınız var, yoldaşlar? Yox, mənim yox. Tamam. İnşallah gələn dərs bitiririk say sistemlərini. Keçəcək qurğular dərsinə. Qurğular rahatdır, nəzəri hissədə hamısı. Onu rahat olacaq. Yəni, biraz istirahət eləyəsiniz hesablanmadan. Sonra artıq keçirik alqoritmdən Python-a. Yəni, informatikanın ən iceberg nöqtəsinə çatırsınız Python. Ondan sonra get-gedə aşağı düşəcək. Hamısı asaddır o mövzular. Ən çətin mövzu... Modelləşdirməni nə var keçəcək? Modelləşdirməni mən sizə keçəcəm, deyim daha. Python keçəcəyik. Python-dan sonra elə modelləşdirmə gəlir. Sonra modelləşdirmə, sonra artıq keçəcək Word, Excel, PowerPoint, şəbəkələr, canım sizə desin, ondan sonra daha qraflar davam edəcək. Belə yollaşır, bugün bu qədər, inşallah gələn dərs görüşərik. Sağ olun, Sağ olun.